Renklərin həyatımızda rolunu heç düşünmüsünüzmü? Gün ərzində özümüz də fərqində olmadan renklərdən çox təsirlənirik. Geyimlərimizdə, evimizdə, iş yerlərimizdə, hətta istifadə etdiyimiz tətbiqlərdə belə rənglərin böyük rolu var. Gəlin bir neçəsinə bir yerdə baxaq. Məsələn, ağ rəng sadəlik və təmizliyin simvolu kimi hesab olunan ağ rəng daha çox evimizdə və xəstəxanalarda rast gəlinir. Qara rəngə keçsək, güclü və zövqlü görsənmək istəyən şəxslər qara rəngi seçir və buna görə də geyimlərdə ən çox istifadə olunan rənglərdən biri qaradır. Qırmızı rəng diqqəti cəlb etmək üçün vacib rənglərdən biridir. Fikir versəz, reklamlarda və endirimlərdə qırmızı rəngdən daha çox istifadə olunur. Mavi rəng isə güvənlik hissi yaratmaq üçün vacib rənglərdən biridir. Daha çox banklarda, iş yerlərimizdə rast gələ bilərik bu rəngə. Yaşıl rəng isə təbii atmosfer yaradır ki, yaşıl bildiyimiz kimi təbiətin və yenilənmənin rəngi kimi hesab olunur. Bəs səni ən yaxşı hiss etdirən rəng hansıdır?